qayıdış konfransı keçirilib. Sosial Tədqiqatlar Mərkəzində əzəli yurt layihəsi əsasında hazırlanmış Əfqan Vəliyevin Qərbi Azərbaycan sənəd və mənbələrdə elektron kitabının təqdimat mərasimi keçirilib. Kitab qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maddi dəstəyi ilə MİMTA fondu tərəfindən hazırlanıb. Tədbirdə rəsmi şəxslər, tədqiqatçılar, media nümayəndələri iştirak ediblər. Şübhəsiz ki, bugün MİMTA fondu layihəsi əsasında hazırlanan Qərbi Azərbaycan sənəd və mənbələrdə elektron kitabının təqdimat mərasimi keçirilib. MİMTA fondu artıq 21 ildir fəaliyyət göstərir və Qərbi Azərbaycan konsepsiyası 21 ildir nəşr etdiyimiz Çin jurnalda, Füzatda və Əşqda təqdim etmişik, bundan sonra da edəcəyik. Bugün Qərbi Azərbaycan yaddaşlarımızda yaşayır. Bugün Qərbi Azərbaycan kitablarda yaşayır. Bütün diyarlarımıza təşəkkür edirəm ki, onlar bu yaddaşı unutmağa qoymuyor. Çünki onların o fədakarlığı, onların o bizim və bütün Azərbaycan xalqının yaddaşına aşılatdıqları o tarixi həqiqətlər yaşayıb, yaşayacaqdır. Bugün biz önemli bir mövzu ətrafında müvəttələ bir araya gəlmişik. Məndən əvvəl də qeyd olundu. Tarix o zaman təkrarlanır ki, xalqlar onu unutmurlar. Və onu unudanları da tarix hər zaman cəzalanır. Mən izah edirəm ki, MİMTA-nın təşkil elədiyi və qeyri-hökumət təşkilatlarının dəstək Dövlət Agentliyi tərəfindən maliyyələşdirilən və hörmətli Əfqan müəllimin fəaliyyəti nəticəsində ortaya çıxmış belə bir elektron kitab, tarixi və qayıdış məsələsi yerində olan, vacib olan amillərdən biridir. Tarixi hadisələri tək bir mənbə xətti üzrə deyil, çox şaxəli sənədli baz üzərində araşdırmaq imkanı verilmişdir. Kitabın strukturunda sənədlərin xronoloji və tematik prinsip əsaslarında təqdim edilməsi xüsusi diqqət çəkir. Rəy sorularda göstərir ki, Qərbi Azərbaycan bizim üçün Qarabağ olduğu kimi ümumi bir məsələdir və bizim oraya qayıdışımız da sülhlə Cənab Prezidentin qeyd etdiyi kimi öz klinik avtomobillə qayıtmağımız, öz dədə torpaqlarında yaşamağımız bizim hüquqi, mənəvi borcumuzdur. Bugün təqdimatını etdiyimiz kitab Əfqan müəllimin müəllifi olduğu Qərbi Azərbaycan sənət və mənbələrdə kitabıdır. Bu kitab Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun 2025-ci ildə qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant müsabiqəsi çərçivəsində hazırlanıbdır. Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maddi dəstəyi ilə ərsəyə gəlibdir. Kitabımız elektron formatdadır. Kitabımız həm Azərbaycan, həm ingilis dilində hazırlanıbdır. Və məqsədimiz bu kitabı daha da əlçatan etməkdir. Kitabımız internet resurslarda yerləşdiriləcək və Qərbi Azərbaycanla bağlı maraqlanan hər bir kəs üçün bir mənbə rolunu oynayacağına inanırım. Bugün biz növbəti bir önəmli kitabın müzakirəsinə yığışmışıq. Bilirsiniz ki, Cənab Prezidentin rəhbərliyi ilə bir müddətdə Azərbaycanda Qərbi Azərbaycana qayıdışla bağlı çox böyük işlər görülür. Qərbi Azərbaycan icması davamlı olaraq müxtəlif tədbirləri həyata keçirir. Burada dövlət qurumları ilə yanaşı vətəndaş qeyri-hökumət təşkilatlarının, eyni zamanda ayrı-ayrı bizim alimlərimizin bu prosesə töhfə verməsi çox önəmlidir. Və hesab edirəm ki, bugünkü tədbirimiz də çox önəmlidir. Bugün biz müəllif Əfqan müəllimin növbəti bir kitabının təqdimatına toplaşmışıq. Bu kitabda qeyd olunan mövzu ilə bağlıdır. Artıq müəllif bir neçə kitabı işıq üzü görüb, davamlı olaraq bu istiqamətdə araşdırmalar aparır. Eyni zamanda mən Azərbaycan tarixi, onun irsi ilə bağlı MİMTA-nın da fəaliyyətini xüsusi qeyd etmək istəyirəm ki, onlar da bu prosesə öz töhfələrini verirlər. Bugün bizim qarşımızda duran ən vacib məsələlərdən biri tariximizin gənc nəslinin yaddaşında həkk olunmasıdır. Və bu mənada bu kitab Azərbaycan həqiqətlərinin təbliği, dünya ictimaiyyətinə çatdırılması, eləcə də qan yaddaşımızın daha da möhkəmləndirilməsi baxımından xüsusi önəm daşıyır. MİMTA-nın və Sosial Tədqiqatlar Mərkəzinin təşkil elədiyi tarixi yurda qayıdış konfransında iştirak elədik və bu konfransda bizim
ziyalılarımız çıxış elədilər. Qərbi Azərbaycana qayıdışla bağlı məsələlərə dair öz fikir və mülahizələrini, təkliflərini səsləndirdilər. Səsləndirilən təkliflər arasında kifayət qədər dəyərli fikirlər öz əksini tapmışdı. Hesab edirəm ki, bu təklifləri dəyərləndirmək və gələcəkdə inkişaf etdirmək lazımdır. Konferans çərçivəsində təqdim olunan Qərbi Azərbaycan sənəd və mənbələrdə adlı kitab Əfqan Vəliyev tərəfindən Qərbi Azərbaycana, onun tarixinə, mədəniyyətinə həsr olunmuş, onun araşdırılmasına və öyrənilməsinə həsr olunmuş növbəti bir kitabdır. Bu istiqamətdə işlər davam etdirilməlidir və belə konferansların təşkil olunması, kitabların dərc edilməsi, xüsusilə də bunların Azərbaycan və ingilis dilində hazırlanması, eyni zamanda bunların internet resurslarında yerləşdirilməsi bu da vacib bir məsələdir. Çünki bu daha çox kütlələrə, daha müasir üsullarla təqdim edilməsidir Qərbi Azərbaycan həqiqətləri. Kitab Qərbi Azərbaycan həqiqətlərini əks etdirir və Azərbaycan ingilis dillərində hazırlanıbdır. Bu baxımdan Qərbi Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün çox vacib olan nəşrlərdən biridir. Mimta yayınlarına da bu baxımdan təşəkkür edirik eyni zamanda. Bu əsər Qərbi Azərbaycan haqqında ən yaxşı xroniki kitablardan biridir. Kitabda Qərbi Azərbaycan ərazisində mövcud olmuş türk dövlətlərindən geniş şəkildə bəhs olunubdur. Eyni zamanda İrəvan xanlığı, onun tarixi geniş şəkildə araşdırılıbdır və Çar Rusiyası dövründə İrəvan xanlığına olan köçlər, ermənilərinin sayının burada artırılması və erməniləşdirmə siyasəti və eyni zamanda sonra bunun bizim tariximizdə yaratdığı fəsadlar haqqında geniş şəkildə məlumat verilibdir. Oxucuları həmin nəşrlə tanış olmağa çağırıram. Əfqan Vəliyevin müəllifi olduğu Qərbi Azərbaycan sənədlərdə və mənbələrdə kitabı olduqca əhəmiyyətlidir. Əvvəla kitabın həm Azərbaycan dilində, həm də ingilis dilində çıxması çox önəmlidir. Çünki Qərbi Azərbaycan tarixinin sadəcə bizlər üçün deyil, həm də dünyanın bilməsi baxımından çox önəmlidir. Bildiyiniz kimi Qərbi Azərbaycana qayıdış konsepsiyamız var və biz Qərbi Azərbaycana qayıtdığımız zaman üzü ağ qayıtmağımız üçün bizim tədqiqatçılarımızın, alimlərimizin bu səpkidə çalışmalar aparması çox vacibdir. Bir-birindən qiymətli əsərlər yazılmaqdadır ki, hazırda tədbirdə də haqqında danışan bu kitab da bu qəbirdəndir və bu münasibətlə həm tədbir təşkilatçılarını, həm də müəllifi təbrik edirəm. Qərbi Azərbaycan tarixi Azərbaycan torpağıdır. Bunu xəritələr, sənədlər təsdiq edir və bizim bugün Mimta fondunun layihəsi olan Əzəli Yurt layihəsi çərçivəsində Qərbi Azərbaycan sənət və mənbələrdə adlı əsəri hər şeyi gətirdik. Məqsəd sonuncu deportasiyaya qədər Azərbaycanlıların oradakı həyatını, yaşayışını, eyni zamanda onların oradakı hüquqi, mədəni cəhətdən formalaşdırdığı mədəniyyəti ictimaiyyətə, beynəlxalq ictimaiyyətə çatdırmağı. Düşünürəm ki, bu Qərbi Azərbaycana qayıdışın sülhlə könüllü və laqeydli qayıdışı üçün əsas mənbələrdən biri kimi olacaq.